65 yaşa qədər də iş var. Mən sizə 65 yaşa qədər olan işlərdən bir neçəsindən bəhs etmək istəyirəm. Gəlin vaxt itirmədən başlayaq. Allah qorusun. Deməli 18-65 yaşlı şəxslər üçün var misal üçün Arazda. İlk öncə onu bildirim. Orada nə işləri var? Satıcı, kassir, fəhlə, xadimə, təndirçi, satıcı, bişirici, istehsalçı, dönərçi, qəssab, balıqçı, mühafizə əməkdaşlarına ehtiyac var yoldaşlar. 18-65 yaşlı şəxslər üçündür. Bundan əlavə Əhmədlidə misal üçün iş var 50 yaşa qədər olan şəxslər üçün Radiozavod tərəfdə 800 manatlıq fəhlə. Misal üçün 50 yaşa qədər olan şəxslər üçün servis müdürü var. 2000 manat civarında bir işdir, hətta ondan yüksək də ola bilər. Burada sizdən tələb olunur ki, yoldaşlar, bu Atyalı qəsəbəsindədir. Ağır texnika və maşın mexanizmləri üzrə təmir və diaqnostika bilikləri və praktikanız olmalıdır. Əsas şərtlərdən biri bu idi. Bundan əlavə 30-65 yaşlı şəxslər üçün sürücü işi var, BSD kateqoriyası üzrə 800 manatlıq. 50 yaşa qədər olan şəxslər üçün Sumqayıtda yaşayırsınızsa sürücü işi var BS üzrə. 8 saatlıq sprinter sürücüsü işi var, gündə yəni 8 saatlıq bir işdir. 700 manatlıqdır, 50 yaşlılara qədərdir. Sonra 55 yaşlılara qədər 700 manatlıq sürücü işi də var. 55 yaşa xadimə qabiyan işi var, başqa yerdə də var xadimə 500 manatlıq. Sürücü avtokar işi var 55 yaşa qədər, avtokar sürücüsü 700 manatlıqdır. 50 yaşa Şuxovda xadimə işi var 500 manatlıq. Sürücü işi var Çıraq Plazada 50 yaşa qədər. Sonra 50 yaşa qədər başqa yerdə də sürücü işi var yoldaşlar. Bundan əlavə 50 yaşa qədər qabiyan işi də var. Baş mühasib işi var EA qrupda misal üçün 50 yaşa qədər götürə bilərsiniz. 1200 olmalıdır səhv hatırlamırsam. Yox, 2500 manatlıq bir işdir yoldaşlar. Yəni 50 yaşınız da varsa, yəni düşünməyin ki, siz heç bir yerdə işə götürməzlər. Xeyr, belə işlər də olur yəni. Yəni fikir verdinizsə fərqli sahələrdə işlərdən mən sizə bəhs etdim. 50 yaşa kimi misal üçün 65 işi də var 30 manatlıqdır. 55 yaşa qədər çörəkçi işi var 30 manatlıq. Xadimə işi var 55 yaşa 400 manatlıq. Sahə mühəndisi işi var Amal qrupda 50 yaşa qədər. 65 yaşa qədər meyvəsi satıcı işi var 560 manatlıq. 55 yaşa qədər təmizləyici işi var. 50 yaşa qədər aşpaz işi var 40 manatlıq variantı var. 55 yaşa qədər yanacaq dolduran operator işi var Xırdalanda 500 manatlıq. 55 yaşa qədər başqa sürücü işi də var. Xadimə işi də var 400-450 manatlıq. Baş mühasib işi başqa yerdə də var. Fikir verirsinizsə, hətta bir ara 65 yaşa qədər idi səhv hatırlamıramsa, mühasib işi götürürdülər yəni. Misal üçün bu klass marşdadır. Bu 1800 manatlıq bir işdir. 50 yaşa qədər götürə bilirsiniz. KAMAZ sürücüsü işi var 35 yaşdan yuxarı olan şəxslər üçündür. Nərmanovdadır 750 manatdan yuxarıdır əməqisi. 55 yaşa fəhlə işi də var yoldaşlar. Sürücü işi də var 60 yaşa qədər olan şəxslər üçün. Öz avtomobiliniz varsa bu işə də müraciət edə bilərsiniz. Bu işlərə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmazda çətinlik çəkirsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.